15 yaşında qız, yəni bu yaşda olan qız uşaqları məktəbdə 9-cu sinifdə oxuyur. Ana olub. İndi məsələ burasındadır ki, yeniyetmə ailəli olmayıb. Qızın anası övladının təcavüzə məruz qaldığını və bundan sonra yeniyetmənin hamilə qaldığını bildirib. Yəni, mən bu cümlələri sadəcə üzr istəyərək və utanaraq oxudum. Müvafiq dövlət qurumları artıq məsələ ilə bağlı hərəkətə keçiblər. Görək, təfərrüatda nələr məlum olub. Ucarda rayon sakini 15 yaşlı yeniyetmə kəskin sancılarla Ucar rayon mərkəzi xəstəxanasının doğum şöbəsinə yerləşdirilib. Təbii doğuşla dünyaya gələn oğlan uşağının və ananın vəziyyətini həkimlər kafi qiymətləndirirlər. Yeniyetmənin anası Günel Əmrahova qızının təcavüz nəticəsində hamilə qaldığını bildirir. 15 yaşında qızıma təcavüz ediblər. Öz qonşumuz Saqi, Vəliyev Saqi qızıma təcavüz edibdir. Təcavüz edib, həmən şeydə də hamilə qalıbdır. Ayın 31-i, martın 31-i günü qızı həkimə aparmışam Ağdaşa, mama həkiminə. Orada bilmişəm ki, bu hamilədir. Ona qədər heç nə bilməmişəm. Bax, belə olubdur. Qız da indi deyir ki, qonşudur. Orada diqqətimi çəkən ananın açıqlaması oldu ki, ola bilər anadır, düşdüyü vəziyyətdə çətin durumda belə bir açıqlama verir ki, yəni uşağının bu vəziyyətdə olmasından mart ayının 31-də xəbər tutub. Yəni bu az yaşlı 31-32 həftəlik ana olmağa hazırlaşıb, amma ananın bundan xəbəri olmayıb. Yəni biraz inandırıcı təsir bağışlamadı. Hər halda inandırıcı da deyil, amma indi ola bilsin ki, ana düşdüyü bu çətin vəziyyətdən hansısa bir formada vəziyyətdən bu cür açıqlama verməklə çıxış yolu tapıb. Amma burada sual doğuran digər məsələlər var. Bu uşaq ümumiyyətlə niyə təhsil almırmış? Niyə evdə oturubmuş? Ümumiyyətlə niyə təhsilə cəlb olunmayıb? Niyə onunla bir maraqlanan, sorulan, soruşulan olmayıb ki, bu uşaq nə işlə məşğuldur? Və yaxud da ki, hansı situasiyada, hansı bir vəziyyətdə bax, bu proseslər baş verib? Kimlərlə, hansı formada, niyə təmasda olub? Çox ciddi bir araşdırma tələb edən məsələdir. Hər halda hüquq mühafizə orqanları yəqin ki, bu məsələdə günahı olan şəxsi və ya şəxsləri tapıb ortaya çıxardacaq. Yəni, bu onlar üçün bir o qədər də çətin deyil. Amma bundan sonraki mərhələ var. Dünyaya bir uşaq gəlib, 15 yaşında bir özü uşaq olan bir şəxs, bir insan dünyaya uşaq gətirib. İndi bunun sonraki mərhələsi, o uşağın baxımı, o uşağın anasının özü uşaq ola, o övlada necə baxacaq və s. bu qəbildən olan ciddi bir sosial problem.